Çöp nə deməkdir? Metabolizm, həzm prosesi pozulur. Orada ət yeyirik, zülaldır, karbohidratdır, nə bilim, cürbəcür qidalar parçalanandan sonra metabolizmanın son məhsulları nədir? Sidik böyrəklərlə xaric olur. Nəcis bağırsaqlarla xaric olur. Bir də qaz qabacıqları. Bu da olur nə? Çöp dediyimiz budur. Bağırsaqların içində qaz o qədər dolur ki, bağırsaqlar hamilədə sıxır diafragmanı. Diafragmada sıxıldı, diafragma belə normalda durur, sıxıldı, görürsə ürək də avtomatik sıxılır. Sıxılanda da ürəkdə döyüntülər artır, bəzən olur, əksinə azalır, bradikardiya verir, hamilə huşunu itirib yıxıla bilər. Yəni çöpü belə vecizə almamazlıq eləməyin, qidalanmazlığa fikir verir. Düzdür, orqanizm var, daşdan yumuşaq nə yeyir, heç bir şey yox. Amma orqanizmdə var ki, həssaslıq verir. Ona görə evinizdən aktiv kömür var, ucuzdur, ucuzdan qalan dərmanlı Sovet vaxtı. Onu evdən əksik eləməyin. Cifalakın siropudur, qəbizlikdə veririk hamiləyə, sonra çöp bulanda veririk. Bunları evdən əksik eləməyin.